Cəmaatın paxıllığını çəkən insanlar xəstəliklər tapırlar. Narahatdırlar, naaramdırlar. Tez ölürlər bu insanlar. Ömürləri qısa olur bunları. Bu insanlar dünyada gün görmür. Peyğəmbər buyurur, əqəllən nas ləzzətən əl-həsud. İnsanların həyatdan ən az ləzzət alanı həsud adamlardır. Həsud, ürəyində həsəd olan adamlar. Əli əleyhissalam buyurur ki, həsəd eləyən üçün rahatlıq yoxdur həyatda. Hədis buyurur ki, həsud insan həmişə qəmlidir. Qəmi bitib tükənmir onun. Bilirsiniz, niyə həmişə nakamdır? Nakamdır, arzusuna çata bilməz. Çünki bilirsiniz nədir onun arzusu? Onun arzusu budur ki, kimə ki neymət verilib, heç birində olmasın, hər şey məndə olsun. O da mümkünsüz bir şeydir. Onun dünyası bərbaddır, o sağlam yaşaya bilmir. Əli əleyhissalam buyurur ki, sihhatul cəsəd fi qillətil həsəd. Sihhatul cəsəd fi qillətil həsəd. Canın salamatçılığı həsədin azlığındadır.